Nağıllar aləminə xoş gəlmisiniz. Binəqədi qəsəbəsində 133 nömrəli marşrutun dayanacağına 50 metr məsafədə model üslubda inşa edilmiş, bütün standartlara cavab verən gözəl bir həyət evimiz satışa çıxarılır. Bax, suyunu da açıram, suyuna da baxa bilərsiniz. Naporla gəlir, qazın sayğacı, işığın sayğacı hamısı yerli yerində, sənəti qaydasındadır. Və burada qəşəng şişinizə əti taxıb, buradan manqalda kababınızı da hazırlaya bilərsiniz. Bu bulaq hissəsidir. İşıqlandırılması olduqca möhtəşəmdir. Ümumi 3 sotun içərisindədir. Qardaş indi ümumi həm həyət yanı sahəsini, həm də zirzəmi hissəsini göstərəcək. Daha sonra daxil olacaq evin içərisinə, geniş formatda məlumat verəcəm sizə. İşıqlandırılması çox möhtəşəmdir. Pəncərələr şəbəkə formasında yığılıbdır. Kombinin də yeri buradadır. Bax, gördüyünüz kimi bunların da materialı alüminiumdur. Məhəccərinə qədər, yerə döşənən daşına qədər hamısı ən yaxşı, belə deyim, ən keyfiyyətli materiallardan istifadə olunubdur. Evin içərisinə daxil olanda özünüz də nə demək istədiyimi tam geniş formada görəcəksiniz, anlayacaqsınız inşallah. Hal-hazırda evimizin dəhliz hissəsindəyik. Gördüyünüz kimi belə gözəl, geniş bir dəhlizimizdir. İşıqlandırması möhtəşəm olduğu kimi evin təmirində istifadə olunan aboylar, qapı, laminat, rəng tonları da hər biri möhtəşəmdir. Daxil oluruq ilk öncə mətbəx hissəsinə. Ev alarkən, mənzil alarkən xanımların nəzər yetirdiyi nüanslardan, məqamlardan biri mətbəxlə qonaq otağının geniş olmalıdır. Buranın da mətbəxi olduqca möhtəşəmdir. Padukaların üzərində işlənən qızılı sumkalar, aboy, metlaq kafel, hətta rozetkalarına qədər firma, yəni rozetkalarından da istifadə olunubdur. Qapılar üstündə işlənən sumkalar, daxil oluruq yataq otaqlarına. Yataq otaqlarının hər biri bir-birindən genişdir. Bu gözəlliyi özünüz də şahidi ola bilərsiniz, baxa bilərsiniz. Qeyd edeyim ki, belə deyim, otaqların qapısını açıb bir otaqdan başqa bir otağa daxil olanda sanki nağıllar aləmindəsən, başqa bir yeni bir dünyaya keçid edirsən. Bu möhtəşəm bir variantdır, gözəl bir təklifdir. Vaxtında gəlin, dəyərləndirin. Növbəti yataq otağımızı göstəririk. Videoda çəkiliş zamanı otaqların ölçüləri necə geniş görürsünüzsə, realda da eyni formada genişdir. Gəlib özünüz də baxa bilərsiniz. 4 tərəfli qoşadaşma tikilib, kəmər atılıbdır, fundament hamısı qaydasında. İşıqlandırması möhtəşəm. Bura sanuzelidir. Sanuzelin qapısına qədər baxa bilərsiniz. Yəni demək olar ki, belə qapılar tək-tük hallarda, nadir hallarda qoyulur. Belə bizim satışa çıxartdığımız, təqdimatını elədiyimiz evin özü də belə nadir tapıntılardan biridir. Burada növbəti yataq otağımız, 3-cü yataq otağına daxil oluruq. Hər bir yataq otağının içərisinin aboyları tamam fərqlidir. Sifətlər, aboylar, yəni hamısı tam fərqli bir dizaynda təmir edilibdir. Xüsusi bir zövqlə yığılıbdır evlərin, otaqların içərisi, istər çöl hissəsi, istər içəri hissəsi. Burada da geniş bir qonaq otağı bizi qarşılayır. Qonaq otağının işıqlandırılması da möhtəşəmdir. Yerin laminatı, aboylar, padukalar, sumkalı qızılı işləmələrlə padukalar. Qiymət də bugünkü gündə yerləşdiyi əraziyə görə çox möhtəşəmdir. Binəqədidə 133 nömrəli marşrut dayanacağına 50 metr məsafədədir. Start qiymət 125.000 manat təşkil edir. Səhifəmizdə keçid edib, videoda da nömrəmiz də var, götürüb baxa bilərsiniz. Əlaqə nömrəmiz 077 551 51 51. Real hazırlara qiymətdə endirim də ediləcək. Mən deyərdim ki, mən hətta məsləhət görərdim, tövsiyə edərdim ki, bu gözəlliyi gəlib özünüzlə alasınız, gələn qonaqlarınızı tam rahat şəkildə qarşılaya bilərsiniz. Burada gözəl ad günü, xeyir işlər keçirdə bilərsiniz. Burada ən aşağısı torpağın bir sotu 20 mindir. 3 sot torpağın 60 min edir və 60 min torpağa verəndən sonra yerdə qalan 65 minə bu keyfiyyətdə, bu gözəllikdə evi əlçiyə gətirmək çətin məsələdir. Taxtanın bir pulu 340 manat, semen 850, hörgü işləri, qoşadaş kvadratı 11 manat. Hələ mən digər şeyləri, əlavə həzlər var ki, ola bilirsiniz nələrdir. Onları mən hələ hesablamıram. Həqiqətən də oturub evin simmetrasını çıxarsaz, alıcılar bu gün əmlakçılardan yaxşı evin qiymətləndirməsini eləyə bilirlər. Oturub evin simmetrasını çıxarsaz, hesablasaz görərsiniz ki, çox möhtəşəm bir qiymətlə satışa çıxarılır. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Siz də daşınmaz əmlakınızı qısa bir zamanda satışını həyata keçirmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz və əlinizdə olan pula münasib qiymətə, gözəl keyfiyyətli ev axtarırsınızsa, yenə də bizlə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənib, videonun altına şərh yazmağı, səhifəyə takip atmağı da unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.